Salam əziz dostlar, bugün keçirilən məktəblərarası fənn müsabiqəsi sınav imtahanı 2-ni suallarını izah eləyəcəm. Keçək indi sualların izahına. Deməli, şəkildə təsvir olunan bitki hüceyrəsinin hansı rəqəmlə verilən orqanelləri stoplazmadan iki membranlı ayrılır? Bir iki membranlı orqanoidlər bir mitoxondridir, bir də plastidlərdir. Burada mitoxondri göstərilib bizə 5 rəqəmi ilə, plastidlər isə yəni xoroplast da göstərilib bizə 2 rəqəmi ilə. Ona görə doğru cavab C variantı, yəni 2-5 cavabı olacaqdır. İkinci sual, çiçəkli bitkinin nömrələnmiş hissələri ilə bağlı yanlış fikri müəyyən edin deyir. Gəlin baxaq burada yanlış fikir hansıdır? Deməli, birinci hissədə həm meyvə, həm də toxuma başlanğıc verən hissəyə rast gəlinir. Bəli, bu doğru fikirdir. İkinci hissənin əsas funksiyası fotosintez və buxarlanmadır. Bəli, bu da yarpağın əsas funksiyasıdır. Üçüncü hissə kök və yarpaqları bir-biri əlaqələndirir. Bu da zoğ yerinə yetirir. Bu da doğru fikirdir. Dördüncü hissənin əsas funksiyası etil qida maddə toplamaqdır. Xeyr, kökün əsas funksiyası etil qida maddəsi toplamaq deyil, bitkini torpağa bərkitmək, torpaqda olan su və mineral maddələri sormaqdır. Ona görə doğru cavab buradan D variantı olaraq götürəcəyik. Keçək indi üçüncü sualımıza. Ətrikah bitkisində təsvir edilən çoxalma formasından istifadə edilən orqan növünün yeraltı şəkil dəyişməsi deyil. Burada gövdə çiliyindən istifadə olunur. Deməli, biz baxacağıq hansı gövdəyə aid deyil. Soğandakı soğanaq gövdənin yeraltı şəkil dəyişməsidir. Çayırdakı kökümsov gövdənin yeraltı şəkil dəyişməsidir. Kartofdakı yumru gövdənin yeraltı şəkil dəyişməsidir. Amma georgindəki yumru xeyr, bu kökün şəkil dəyişməsidir. Ona görə cavab buradan D variantı olaraq götürəcəyik. Dördüncü sual K, L, M müvafiq olaraq dişicik, yumurtalıq və yumurtacıq sayı olaraq hansı qrafda qarğıdalı bitkisinə aid edilə bilər? Zaten qarğıdalı bitkisində dişicik sayı da bir dənədir. Yumurtalıq sayı da bir dənədir. Yumurtacıq sayı da bir dənədir. Deməli, bunlar bir-birinə bərabər olmalıdır. Burada bir-birinə bərabər olan doğru cavab B variantı olacaqdır. Beşinci sualımıza baxaq. Cədvəldə verilmiş fikirlər düzgün ardıcılığı müəyyən edin. Noxud və çiyələk bitkisi sadə yarpaqlara malikdir. Bu yanlış fikirdir. İkisində mürəkkəb yarpaq var. Yasəmən gizlickan bitkilərin yarpaq düzü qarşı-qarşıyadır. Bəli, bu doğru fikirdir. Çayırın yeraltı şəkil dəyişməsi gövdədir. Bəli, çünki orada kökümsov gövdə var. Bu da doğru fikirdir. Moruq və itburnu ot bitkilərinə aiddir. Xeyr, bunlar kol bitkilərinə aiddir. Bu da yanlış fikir. Deməli, yanlış, doğru, doğru, yanlış. Doğru cavabımız A variantı olmuş olur burada da. Düzgün fikri müəyyən edin. Şəkildəki paralel damarlanan sadə yaprakda paralel deyil, ana damar var. Toruvay damarlanmadır. Toruvay damarlanmana aid mürəkkəb deyil. Bəli, toruvay damarlanan sadə yarpaqdır. Ona görə doğru cavab C variantı olaraq buradan götürəcəyik. Keçək növbəti sualımıza. Yarpaq hüceyrəsində 16 xromosom olan bitkinin bir toxumlu meyvəsi əmələ gələrkən mayalanmada iştirak edən yumurta hüceyrə, əgər yarpaq hüceyrəsi 16 xromosom varsa, deməli 2 eni bərabərdir 16-ya. O demək ki, eni də bərabərdir 8-ə. Meyvəsi əmələ gələrkən mayalanmada iştirak edən yumurta hüceyrə, demək yumurta hüceyrə 8 olacaq. Yəni K bərabər olacaqdır 8-ə. Bütün hüceyrələrin xromosom dəsti 5N olur. 5N də 40-a bərabər olur. 5-i vuram 8-ə. Yəni buradan da L bərabərdir. Bütün hüceyrələr 5N-dir. N-in də 8 olduğuna görə 5 vurulsun 8, o da bərabərdir 40 olur. Deməli 8-in 40-a, o da doğru cavab A variantı olacaqdır. Keçək 8-ci suala. Yalnız şəklə istinad edərək nömrələnmiş bitkilərin hansı və ya hansıların meyvə əmələ gətirə biləcəyi fikrini irəli sürmək olar. Görürsünüz, çiçəkli bitkiləri deməli götürə bilərik buradan. Buna əsasən baxanda yalnız şəklə istinad edərək. Şəkildə bunun çiçəyi var, bunun çiçəyi var və bunun çiçəyi var. Ona görə 2, 4, 5 cavabı, yəni doğru cavab C variantı olaraq götürəcəksiniz. 9-cu suala baxırıq. Canlı noxud toxumlarının düzəlmə prosesində müxtəlif amillərin təsirini araşdıran şagird ağzı açıq qabda aşağıdakı təcrübəni aparmış, lakin heç bir toxum düzəlməmişdir. Birinci və ikinci qablardakı toxumların düzəlməsinə mane olan amilləri müvafiq olaraq yazın. Burada temperatur aşağıdır, hər şey var. Yaş pambıqdır, rütubət var, hava var, sadəcə canlı noxuddur və sadəcə olaraq nə yoxdur? Temperatur aşağıdır. Deməli, burada temperatur olacaqdır. Burada isə
Hər şey var, sadəcə olaraq quru pambıqda rütubət çatmış. Deməli, bir temperatur və rütubət, yəni doğru cavab C variantı olaraq 9-da götürəcəyik. 10-cu sual verilmiş çoxalma forması ilə bağlı mütləq doğru fikirləri seçin. Mütləq olan doğru fikirlər seçin. Deməli, baxırıq. İkinci bitki genetik olaraq birinci bitkidən kəskin fərqlənir. Xeyr, burada kəskin fərqlənmə deyə bir şey yoxdur. Çünki bu onun bir hissəsidir. Ona görə də kəskin fərqlənə bilməz. Bu yanlış fikirdir. İkinci, birinci və ikinci bitkilərin kök sistemləri eynidir. Xeyr. Bu mütləq deyil, çünki bu mil kök sistemi ola bilər. Bu da genetik yolla çoxaldığı üçün bu mil kök sisteminə aid ola bilməz. Hər iki bitkidə kök növündə mövcud olan kök sayı eynidir. Xeyr, bu da ola bilməz. Kök sayı eyni ola bilməz təbii ki. Bir valideyn fərdin iştirakı ilə gedir. Bəli, bir valideyn fərdi iştirakı ilə baş veribdir. Çünki vegetativ çoxalmadır. İkinci bitki formalaşan zaman ilk olaraq gövdəyə bilavasitə birləşən bəli. Çünki gövdə çiliyə çoxalsın, birinci buradan əlavə köklər inkişaf edəcəkdir. Bu da doğru fikirdir. Ona görə doğru cavabımız D variantı olur. Keçək indi 11-ci sualımıza keçək. 11-ci sualımızda görə bizə nə deyir? Canlıların daxili quruluşunu öyrənən elm sahəsidir. Daxili quruluşunu öyrənən elm sahəsi anatomiya olur. Ona görə cavab C variantı götürəcəyik. 12-ci sual. Sual işarəsi ilə işarələnmiş orqanel haqqında hansı fikir yanlışdır? Heyvan hüceyrəsi, bitki hüceyrəsi. Hüceyrə tənəffüsü zamanı oksigen qazından istifadə edən orqanoid ola bilər deyir. Burada oksigen qazından istifadə edən orqanoid mitoxondridir. Bəli, bu ola bilər. Niyə olmasın? Fotosintez zamanı karbon qazından istifadə edən orqanoid ola bilər. Xeyr, heyvan hüceyrəsində yoxdur. Ona görə doğru cavab B variantı olaraq götürəcəyik. Deməli 12-ci sualdan sonra 13-ə keçək. Hüceyrələrdə irsi məlumat daşıyan strukturları membranla stoplanmadan ayrılmayan canlını seçin. Yəni bu o demək ki, membransız orqanoidlər olsun hamısında. Bu da o deməkdir ki, biz burada bakteriyaları götürəcəyik. Yəni doğru cavab C variantı. Çünki bakteriyada membranlı orqanoidlər olmur. 14-cü sual. X-i müəyyən edin. Meyvənin adı X, ləti şirəli, toxum sayı çoxlu, çərdək meyvə çox toxumlu deyil, toxumca meyvə şirəli deyil, qutucuq meyvə şirəli deyil, ümumiyyətcə gilə meyvə də bəli, həm şirəlidir, həm də çox toxuma malikdir deyəcəksiniz. 15-ci sual. Qrafikdə lobya bitkisinin bir çiçəyinə məxsus hissələr və onların sayı əks olunmuşdur. Hansı fikir doğrudur? M. Çiçək sayı, L. Yumurtalıq sayı. Yumurtalıq sayı çiçək sayına bərabər olur. Çox ola bilməz daha doğrusu yumurtalıq sayı çiçəkdən. Əksinə, deməli baxacağıq ki, buradan doğrudur deyir. Verib bizə yumurtalıq sayı çoxdur, çiçək sayı isə azdır. Lobya bitkisindən söhbət gedir. Lobya bitkisində bir çiçəkdə bir dənə yumurtalıq olur. Sonra M yumurtalıq sayı, L yumurtacıq sayı. Və bu ola bilər. Çünki o çox toxumlu deyə yumurtalıq sayı yumurtacıq sayından az olacaqdır. Ona görə doğru cavab kimi nə götürəcəksiniz? B variantı olaraq götürəcəksiniz 15-dən. 15-dən sonra 16. Hansı calaq üsulunda calaqaltıya T şəkilli kəsik atılır? T şəkilli kəsik göz calağına atılır. Ona görə biz doğru cavab kimi göz calağı, yəni A variantı olaraq burada verəcəyik. Doğru cavabımız A variantı olur. Keçək 17-ci sualımıza. Hansı bitkiyə aid yarpaq verilməmişdir? Hansı bitkiyə aid yarpaq verilməmişdir? Baxıram burada. Atşabalının yarpağı var, barmaq var idi. Noxudun yarpağı var, cütlələk var idi. Çiyələyin yarpağı var, üçərdir. Amma inci çiçəyinin yarpağı isə burada sadədir və göz var damarlanıb. Ona aid yarpaq verilməyibdir. Ona görə cavab A variantı olacaqdır. 18-ci sual. Verilənlərin hansının əmələ gəlməsində yumurtalıq iştirak edib, yəni hansı meyvədir, onu demək istəyir. Bu meyvə deyil, bu meyvədir, bu meyvədir. Bunlar da kökdür, bu gövdədir, bu da gövdədir, bu da kökdür. Ona görə cavab 2, 4-ü götürəcəyik. Yəni yalnız cavab 2, 4 cavabı olacaqdır. 19-cu sual. Çiçəkli bitkidə təsvir edilmiş K, N, L, M hissələri ilə bağlı doğru fikri müəyyən edin deyir. Gəlin indi baxalım görə burada doğru fikir hansıdır? N hissəsində
Baş verən bütün proseslər K hissəsində baş verə bilər? Xeyr. N-də məsəl üçün meyoz da gedə bilər, K-da gedə bilməz. Bu səhvdir. Bir evli hermafrodit çiçək təsvir olunmuşdur. Bəli, bir evlidir, hermafroditdir. Hər iki cinsin ikisi də erkək dişicilik də var. Bu düzdür. N hissəsində baş verən proseslərin müxtəlifliyi K, L, M hissəsinə nəzərən çoxdur. Bəli, çünki burada dediyim kimi meyoz da gedəcəkdir. K hissəsində baş verən proseslər nəticəsində bitkinin dişi qametofiti formalaşır. Xeyr, bunun heç əlaqəsi yoxdur. Çünki burada gedəcək ləçəkdir. Burada ola bilməz. Sonra el hissəsində baş verən proseslər gələcək nəsillərdə müxtəlifə səbəb ola bilər. Bəli, bu da doğrudur. Meyoz qədər müxtəlifə səbəb ola bilər. Ona görə 2, 3, 5 cavabını götürəcəyik. Cavab C variantı olacaqdır. Keçdik 20-ci sual. Verilmiş hüceyrə ilə bağlı yanlış fikri müəyyən edin. Burada eritrositlər göstərilib bizə. Heyvan orqanizmin ixtisaslaşmış hüceyrəsidir, düzdür. Qırmızı qan hüceyrələri və ya eritrositlər adlanır, düzdür. Yetkin halda birdən çox nüvəyə malikdir. Yetkin halda ümumiyyətcə bunların nüvəsi olunmur deyirik. Keçək 21-ci sualımıza. 21-də hansı strukturlarda yerləşən hüceyrələr gələcək cinsi hüceyrələrə başlanğıc verir? Təbii ki, bir olacaqdır burada yumurtalıqda içəridə yerləşən, bir də bura tozluq hissəsində yerləşən. Ona görə cavab 2, 4, yəni D variantı olacaqdır. 22-ci sual. Göstərilən proses haqqında hansı fikir yanlışdır? Burada bakteriyanın spor əmələ gətirməsidir. Çoxalmağa xidmət edir? Xeyr, bu çoxalma yox, müdafiə xidmətidir. Ona görə cavab A variantı 22-də olacaq. 23-də göstərilən təsvirlərə əsasən aparılan gövdə kəsiyi bitkidə aşağıdakı hadisədən hansına səbəb olar deyir. Deməli, baxırıq. Kəsiyin aparıldığı andan etibarən fotosintez prosesi dayanar. Xeyr, niyə dayansın ki? Yuxarıda fotosintez prosesi gedəcəkdir. Bunun da su yuxarı qalxır. Floema kəsilib sadəcə olaraq. Kəsiyin aparıldığı andan etibarən bitki məhv olar. Xeyr, məhv olmaz. Andan etibarən yanlışdır. Bir neçə müddət keçəndən sonra məhv ola bilər, amma andan yanlışdır. Köklərin torpaqdan kifayət qədər su qəbul edə bilməməsinə səbəb olur. Xeyr, qəbul edə bilir. Çünki bu floema boruları çıxarılıbdır. Onun da kökdən yuxarıya suyun qalxmasının heç bir əlaqəsi yoxdur. Köklərə üzüm maddənin çatdırmasına mane olur. Bəli, yarpaqda əmələ gələn üzüm maddələri floema qatı ilə aşağı gələ bilmədiyinə görə çatdırılmasına mane olar. Ona görə cavab D variantı olur. Gəldik 24-cü sualımıza. Hüceyrənin faktiki ölçüsü 300 mikrometr, bölünmüş ölçüsü isə 1,5 santimetr olmuşdur. Bu mikroskopun böyütmə dərəcəsini tapın. Baxıraq indi. 1 millimetrimiz 1000 mikrometrə bərabərdir. 300-də deməli olacaqdır 0,3 millimetr. Mikroskopda görünən ölçüsə 1,5 santimetrdir. Bunu da millimetrə çevirəndə 15 millimetr eləyəcək. O zaman mikroskopda görünən ölçünü həqiqi ölçüyə böləcəyik. Bu da bərabərdir 50 eləyir. Ona görə doğru cavab A variantı olacaqdır. Keçək növbəti sualımıza. Uyğunluğu müəyyən edin. Heyvanlarla küləklə su vasitəsilə yayılma. Deməli, baxırıq birinci. Buradan cökə küləklə yayılacaqdır. Ona görə A-nı yazırıq bura. Meşə gilası heyvanlarla yayılır. B-ni yazırıq bura. Qızıl ağac su vasitəsilə yazılır. C-ni yazırıq bura. Qovaq küləklə yayılır. D-ni yazırıq bura. Zəncirotu da bu da küləklə yayılacaqdır. Yeni yazırıq bura. 1B F at pıtrağı qaldı. At pıtrağı da heyvanlar vasitəsilə yayılır. Bunu da yazırıq bura. 1B F 2A D Y 3C. Ona görə doğru cavabımız D variantı olacaqdır. Sizə uğurlar arzulayıram. İnşallah imtahanda daha diqqətli olub hər şeyi daha gözəl yazıb növbəti mərhələyə uğurlar qazanasınız. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun.